Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib. Məlumata görə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən aparılan nəzarət tədbirləri zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan motosiklet sürücüsü saxlanılıb. Belə ki, dövlət qeydiyyat nişanını gizlədərək avtoxuliqanlıq edən digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan 99L768 nömrə nişanlı motosikletin sürücüsü Səid Zeynalov polis əməkdaşları tərəfindən müəyyən edilərək məsuliyyətə cəlb olunub. Qeyd edilib ki, sürücü bundan əvvəl də analoji hərəkətlərə görə inzibati məsuliyyət daşıyıb. Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Səid Zeynalovun nəqliyyat vasitəsini idarə etmə hüququ 2 il müddətinə məhdudlaşdırılıb. Eyni zamanda o 30 sutka inzibati qaydada həbs edilib.